فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Bugün sən möhlət yarındasan. Allah sənə izin verib nəfəs alırsan. Sən elə sağsan. Vallahi kaş ki demədən öncə, kaş ki filan kəsi dost tutmazdım, məni Allahın zikrindən yayındırdı demədən öncə. Kaş ki mən qaydardım, dünyaya salih əməllər görərdim demədən öncə. Allah bugün sənə fürsət verib və sən buradasan. Vallahi buradasan. Və sən bugün eləyə bilərsən. Süleyman Ət-Teymi rahmahullah deyir ki, öz nəfsimi hesaba çəkdim. Dedim ki, ey nəfsim, dur və düşün. Cənnəti deyir, xəyalıma gətirdim. Nəfsim və canım cənnətdə gəzir. Huriləri ilə oturub durur. Qəşirlərə və saraylara girir. Çaylarından içir. Meyvələrindən yeyir. Aydındır mı? Və baxır. Və gözün görə biləcəyi ən gözəl şeyləri görür. Cənnəti düşünə bilirsinizmi qardaşlar? Fikirləşə bilirsinizmi? Özünüzü əzətləməyin, düşünə bilən deyilsiniz onu. Rahman öz sevdikləri üçün hazırlayıb o cənnəti. Orada mələ aynun rad, heç bir gözün görmədikləri var. Elə bir göz yoxdur ki onu görsün. Yoxdur qardaş. Düşünmə, yorma özünü. Qulaqların eşitmədikləri var. Xəyallara gəlməyənlər var. Qəlbə düşməyənlər var. Yarışanlar bunun üçün yarışır. Çalışanlar bunun üçün çalışır. Can verənlər bunun üçün can verir. Yaşayanlar bunun üçün yaşayır. İslamı sənə çatdıranlar, hədisi yazanlar əziyyət çəkir. Bunun üçün eləyiblər, qardaşlar. Və İbrahim Teymi deyir ki, qardaşlar, sonra deyir, cəhənnəmi deyir, ağlıma gətirdim deyir. Zincirlərə vurulduğum bir halda, zəhkumdan yediyim halda, qaynar suları içdiyim halda, zəbanilərin üzümə və arxama vurduqları halda, üzü üstə sürüşlədiyim halı təsəvvür etdim deyir. Və nəfsimə dedim, ey İbrahim, hansını istəyirsən? Nəfsun sənə nə söylədi? Bir də görək, cənnəti mi istəyirsən? Yoxsa zəbanilərin cəhənnəmə sürüşlədiklərindən mi olmaq istəyirsən? Və sizə soruşuram, qardaşlar, sizə soruram. Nə dedi nəfsun sənə? Nə istəyirsən? Qərarı bu dəqiqə verməlisən sən. Günahlardan, bax buradan durmadan sən tövbə eləməlisən. Yatdığın namazları bıraxmalısan. Çünki sən elə bir Rəbbin qabağına gedərsən ki, gizlini və aşkarı bilənin qabağına. Heç bir şey gizlin qalmayacaq. Söylə. Amma mənə yox, özvə. Nəfsun nə dedi sənə? Cənnəti mi istəyirsən? Odu mu istəyirsən? Nə istəyirsən? Vallahi İbrahim Teymi bilirsən mi nədir? Deyir ki, nəfsim dedi ki, mən cənnəti istəyirəm. Dedim ki, ey nəfsim, bax buradasan, əməl elə. Səndən istəniləni elə. Vallahi əziyyətdəsənmi, çətindəsənmi, əziyyət mi çəkirsən? 60-70 ildən o tərəfə getməyəcək, qardaşım. 80 il getsin. Amma əbədi bir həyat bilirsənmi nə deməkdir? Bəs tükənməz bir əzab, Allah düşmənləri üçün, onu sevməyənləri üçün, Allahın düşmənləri üçün hazırlandığı bir yer bilirsənmi nə deməkdir? Onun dərəsi çox dərindir, odu çox yandırıcıdır, əzabı çox şiddətlidir. Vallahi insan qorxmalıdır Allahdan. Vallahi bu dəqiqə sən buradasan. Və sən, vallahi Allah sənə fürsət verir. Sən fürsət diyarındasan, nəfəsin gedib gəlirsən, dinləyə bilirsənsə, dilin işləyirsə, tövbə eləyə bilirsənsə və Allah sənə bu xeyrə yönəldibsə, vallahi qayıt. Nəfsin sənə nə dedi? Cənnət mi, cəhənnəm mi? Onu da əməl elə. Baxırsan, vallahi ki, vallahi qardaşlar ayıbdır. Nədir ayıb olan? Adamın 50 yaşı var, adamın 60 yaşı var, 70 yaşı var. Bir dəfə də olsun Allahın kitabını açıb oxumayıb. Bir hərfini olsun belə bilmir. Allah nə deyir, nəyi söyləyir, adam bilmir. İmtihan verəcəyi bir şey üçün günlərlə kitablarını oxuyur. Nöqtəsinə qədər hansı hərf harda qoyulub onu bilir. Axı böyük imtihan Allahın qarşısında olacaq. Dönüş onadır.
Suallar orada veriləcək. Əgər sual veriləcəksə, suallara cavab lazımdır. Cavab verə biləssənmi? Soruş özündən. Allahım, bax, bunu mən sənin üçün etmişəm, ya Rabbi. Sən məni var etdin, sən məni yarattın, mən istəmədən belə mənə neymətlər verdin. Sən mənə gözlər verdin, baxdım onunla. Allah sənə 2 dodaq, 1 dil, danışan dil vermədi mi? Eşidən qulaqlar vermədi mi? Görən gözlər vermədi mi? Dərk edən, düşünən qəlb vermədi mi? Yəni, sənin üçün artıq ayılma vaxtı gəlmədi mi? Sənin üçün dirilmək vaxtı çatmadı mı? Allahın qarşısında bir dəfə də olsun, başı yerə qoyub, dizvi bükür, belvi sındırır. Allahım, sən Rəbbimsən və mən sənin qulunam. Söyləməyin zamanı yetmədi mi? Çatmadı mı? Nəyi gözləyirsən? Vallahi gözlədiyin sənə gələcək. Səndən qabaq da gözləyirdilər. Kimsə ondan qaça bilmədi. O qapıdan kimsə qaçmaz. O qapı bağlanmaz. Sonuncu insana qədər oradan keçəcək. Əgər Rasullar oradan keçdisə, canı verən onlardan canı aldısa, sən daha layiqsən o qapıdan keçməyə. Və keçəcəksən. Və qapının o birisi üzündə sənə suallar veriləcək. Mən Rabbuk. Rəbbin kimdir ey qul deyiləcək. Cavab verə biləssənmi? Onun üçün varlıq səbəbin kimsə heç bir zaman unutmamalıdır. En azından insan bir dəfə də olsun soruşmalıdır. Mən bu dünyada nə üçün varam? Mən yeməyə mi gəldim? Mən içməyə mi gəldim? Mən oğul uşaq sahibi olmağa mı gəldim? Yəni mənim var olmağımda səbəb bulardı mı? Nə aşağı olan bir səbəb? Sən özünü bu dərəcədə mi görürsən? Yemək üçün mü yarandın sən? Vallahi yox. En ali, en üstün bir məqsədə görə Allah var etdi səni. Allah bir şeyi boşu-boşundan etməz. Allah münezzəhdir neysə boşu-boşundan etməkdən. Allah münezzəhdir neysə boşundan etməkdən. Onun üçün bizim sözümüz budur. Rabbena mə xalaqtə həzə batilə. Ey Rəbbimiz, sən bunu batil yerə boşu-boşundan yaratmamısan. Subhanək, sən nöqsanlardan uzaqsan. Bu sənə yaraşmaz da. Sən bunu etməzsən. Demək sənin var olma səbəbin üstündür. Allah buyurdu ki, qardaşlar, kim var olma səbəbin biləsə, bu Allaha qulluğu qabıl edəsə, yer üzərinin xəlifəsi odur. Allah buyurdu ki, وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَ Rabbim mələklərə dedi ki, İnni ca'ilun fil ardı xalifə. Mən yer üzərində xəlifə var edəcəm. Xəlifə yaradacam. Sənin xilafətin, xəlifə olmağın, sənin üstün olub başçı olmağın Allaha ibadət etməyinlə bilinəcək. Allaha ibadət etməyinlə bilinəcək.